Artıq danışıq dili üçün qrammatika dərsinin 7-cisindəyik, yəni 7-ci dərsdəyik. Bugünkü dərsdə fikrimizin, cümləmizin sonunda elə deyilmi formasını necə düzəldə bilərik, necə istifadə edə bilərik bunu cümlələrimizdə, bunu öyrənəcəyik. Ümumiyyətlə ingilis dilində elə deyilmi niyə vacibdir? Ümumiyyətlə belə deyim, çox vacib qaydalardan, qrammatik qaydalarından biridir. Question tags adlanır, elə deyilmi? Suala bir əlavədir. Danışdıqda qarşı tərəfdən biz təsdiq almaq istəyirik. Məsəl üçün, baxıram havaya, görürəm ki, hava istidir, amma istəyirəm ki, qarşı tərəfdəki insan da mənim fikrimlə razılaşsın. O da desin ki, hava istidir. Məsəl üçün, soruşuram, hava istidir, elə deyilmi? Yəni, düz demirəm. Bax, bu düz demirəm formasına çox uyğun gəlir. Elə deyilmi? Düz demirəm. Bax, bu formaldakı cümlələri quraşdırmaq üçün, düzəltmək üçün, söyləmək üçün necə qaydanı, hansı qaydanı bilmək lazımdır. Əgər bizim cümləmiz müsbətdirsə, yəni fikrimiz müsbətdirsə, bu quyruq hissəsi, elə deyilmi hissəsi inkar formasında olacaq. Yox, əgər cümləmiz inkardadırsa, fikrimiz inkarı bildirirsə, onda quyruq hissəsi müsbət olacaq. Bir-birinin əksi. Məsələn, qarşıdakı insana baxıram, görürəm ki, yorğun görünür və mən də soruşuram. Yorulmusan, elə deyilmi? Yəni, düz demirəm, yorulmusan, bu bir təsdiq cümləsidir. Olacaq, you are tired. Elə deyilmi? Aren't you? Aren't you? Çünki orada you are verilib, onun təsdiqin inkar forması aren't you şəklində olacaq. Ümumiyyətlə, elə deyilmi hissəsini quraşdırmaq üçün biz nəyi bilməliyik? Təbii ki, zamanları, köməkçi feilləri düzgün bilməliyik ki, onun inkarını və ya təsdiqini asanlıqla yarada bilək. Məsələn, modal feilli bir cümlə, she can swim. O üzə bilir, elə deyilmi? Can't she? Görürsünüz, birinci cümlədəki təsdiq, ikincidə inkara çevrildi quyruq hissədə. Və ya he isn't here. O orada deyil. Burada inkar cümlədir. Quyruğu deməli təsdiqdə olacaq. Is he? Öz köməkçi feilindən istifadə elədik. Başqa bir şeydən yox. Növbəti danışıq dilində çox istifadə olunan mövzu to və enoughlı cümlələr. Yəni nəyinsə çox və ya nəyinsə kifayət qədər olmağını göstərmək üçün nədən istifadə edəcəyik? To plus sifət. To-dan sonra sifət gələcək, yəni ismin necəliyini bildirən bir söz gələcək. Məsələn, baxıram, görürəm ki, su həddən artıq istidir, əl vura bilmirəm ona. Onda deyəcəm ki, it's too hot. Və ya çantanı qaldıra bilmirəm, deyirəm ki, this bag is too heavy. Yəni, bu çanta çox ağırdır. Yox, nəyinsə əgər biz yetərli qədər, kifayət qədər olduğunu göstərmək istəyiriksə, onda birinci sifət gələcək, daha sonra enough. Sifət birinci yerdə durur, daha sonra ikinci yerdə enough durur. Məsələn, demək istəyirəm ki, mən kifayət qədər güclüyəm. Belə deyəcəm, I am strong enough. Enough strong yox, strong enough. Güclü birinci gələcək, sonra kifayət qədər gələcək. I am strong enough. Bugünkü dərsimiz üçün sonuncu mövzu o elə gözəldir və ya o elə güclüdür, elə belə nəyinsə güclü olduğunu vurğulamaq istəyiriksə, xüsusi vurğulamaq istəyiriksə, daha doğrusu, onda so və saç sözlərindən istifadə edəcəyik danışığımız. Məsələn, kiminsə hündürlüyünü çox vurğulamaq istəyirəm. Demək istəyirəm ki, o qədər hündürdür ki, onda deyəcəm, he is so tall. So plus sifət. Yəni, necəliyi bildirən söz. Yox, əgər mənim cümləmdə sifətdən sonra bir isim də gələcəksə, məsəl üçün, demək istəyirəmsə əgər, o qədər gözəl insandır ki, gözəl sözündən sonra insan sözündə deyirəmsə, məsələn, onda deyəcəm, she is such a nice person. Such plus sifət plus isim. Quruluş belə olacaq.